رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Allah Teala Zat-ı İmam Hüseyin Meclisi'ni âli derecede bizden kabul eylesin. Ve zalarlı meclisleri böyük bir əhmiyyət kəsb edir bizim üçün və başda İmam Zaman ağa özü nəzər edir. Peyğəmbər Xuda özü nəzər edir bu məclislərə, xüsusən diqqətdədir bu məclislər və Allah bizim ömrümüzün məhərrəm səfəri qərar verməsin və bizi Həzrəti Hüseynçilərdən layiqli şəkildə eşqlə, məhəbbətlə onun yanında olanlardan Allah qərar versin. Bizə Allah İmam Zaman ağanın zuhurunu nəsib eləsin. Dualarımızın müstizadına salavat zikr edir. Dünənki söhbətimizdə diqqətinizdədirsə, biz Kərbəla məktəbinin bir mahiyyətini eşq üzərində vurduq. İmam Hüseyin özü bir eşqin bağlantısındaydı. Ona bağlanan insanlar da eşq ilə Allaha razı niyaz etməklə İmam Hüseyin ətrafına cəm olmuşdular. Peyğəmbər Əhl-i Beytini sevmək, Peyğəmbər Əhl-i Beytinə bağlılıq Peyğəmbərimizin özünün buyurduğu hədislərdir. Və o eşqin içərisində ilahi təqva və təvhid dayanır. İnsan Allaha bağlılığı yoksa, həqiqi Allahın yeganə olmağına iman etilsə, həqiqətən Hüseynci olar. Həqiqətən Hüseyn yanında olanlardan olar və Əhl-i Beyt sevənlərdən olar. La ilahə illallah deyən kəslər bütün günahlara yox demiş və bütün günahlardan uzaqlaşmış insanlardır. Hərdən olur insanlar var ki, gəlirlər ki, biz tövbə etmək istəyirik. Mən demirəm da ailələrə tövbə etmək istəyirlər, adlarını çəkirlər buna və ilahdır. Amma bir insan ki, dilində la ilahə illallah deyir, la sözü yoxdur. Bir insan əgər dilində Allahı təsdiq və təşbih edirsə, artıq o tövbəgahdır, yəni artıq o tövbə edən insanlar sırasındadır. Yəni onun tövbə eləməyi, yenidən günah eləməyi üst gəlir üstünə. Görürsən, Peyğəmbərimizin hədislərində də var və bunu bizim böyüklərimiz də, ariflər də, irfan elmi də hamısı təsdiq edir ki, bizim körpə vaxtlarımızda analarımız beşiklərimizin başında laylay deyirlər. Onlar la ilahə illallah kəlməsindən gəlir. Və o sözü bizə öyrədirlər. Ona görə bir insan la ilahə illallah Allaha bağlılığın ispat eləsə, subut eləsə, sonradan insan günah eləyər, bir zaman illərin ötürə deyə sonra bir gün ki, mən tövbə edirəm. Yəni, artıq sən dəfələrlə tövbədən keçmirsən. Dəfələrlə tövbə eləmirsən. Və sonra yenidən bir daha da tövbəyə qayıdırsan. Amma Allah nə deyir? Mən sizi hər zaman gözləyirəm və vəstəğfiruhu innəhu kânə təvvâbə. Allah ayətdə buyurur ki, mən tövbə edənləri sevirəm. O insanlar ki, tövbə edirlər, Allahdan istiğfar istəyirlər, bağışlanmaq istəyirlər. Allah mütəal buyurur ki, mən onları sevirəm. Tövbəgah insan sadələt insandır.
Tövbegah insan öz sadəliyini, təvəzzökarlığını yer üzərində göstərən bir şəxsiyyətdir. Tövbədən uzaq olanlar isə təkəbbür hissi ilə dünyada yaşayanlardır. Mən bunları deyircə diqqət edin və hədəfi bilirsiniz hansı mərhələyə getirib yetişdirəcəyəm. Baxalım, görək, tövbə edənlər sırasında elə insanlar var idimi ki, onlar tövbə etdilər və tövbələrinə sadiq qalmadılar və ya tövbələrini qoyub saxladılar. Həzrəti Adəm uzun ilk tövbələdir, Allah onun tövbəsini qəbul edir. Həzrəti Adəmin oğlu Allahla razı-niyaz elədi, əffin istədi, bağışlanmaq istədi. Həzrəti Yunus balığın qarnında Allahdan əffin istədi. Həzrəti Yusuf əleyhissalam zindanda əffin istədi. Ki, şərab süzənə bir sözdür ki, getdiğinə Yusuf altı şəxs var zindanda. Allah deyir, ey Yusuf, sən nə danışırsın? Səni quyunun içindən qurtaran kim? Qul bazarında qiymətini qaldıran kim? Misirin əzizin evində hörmət izzət sahibi edən kim? Və sən indi kimə sığmırsan? Və Yusuf bildi ki, burada səhv edir və uzun müddət Allah'la münafiq. Yaqub əleyhissalam Allah'la razı-niyaz edir, tövbə edir. Allah'la nişan verir, ey Yaqub, bu nə haldır sən özünü salırsan? 40 ildir sən Yusuf'un dərdindən heç olub gelmişsən, gözlərin kör olub, haldan düşmüsən və bir eşq var, o eşqi sən Allah'a yox, Yusuf'a bağlamısan, Yaqub bağlamış. Nə qədər belə hadisələr sayılmalıdır? Həzrəti Musa'da görürük bunu, Həzrəti İsa Ruhullah'da görürük. Amma sonuncu Peyğəmbərimiz Peyğəmbərlikdən qabaqda, Peyğəmbərlik aləmində də, nübüvvət aləmində də, risalət ona Peyğəmbərliyə yetişəndə də Peyğəmbərin sözü bu idi. Əstəğfirullah Rəbbi və ətubu iləy. Bilirsən Peyğəmbərlik hədisində nə deyir? Deyir, ümmətimə namaz Allah tərəfindən vacib elədiyim kimi, Peyğəmbərə Allah buyurub ki, namazı deyil, ümmətimə namazı vacib dedi. Ümmətimə bu sözü də vacib edərdim. Allah bunu əmr etsəydi. Yəni, özündən Peyğəmbər deyir. Deyir, Allah əmr etsəydi, bunu da deyərdim. Ümmətimə vacib edərdim ki, bu sözü dillərində şahid eləsinlər, test etsinlər. Əstəğfirullah Rəbbi və ətubu iləy özü insan üçün böyük xilaskar olunan bir sözdür. Mən dünəndikimi, məliklər ki, yazıldı, insan günah elədikdə bir ən deyir, əstəğfirullah Rəbbi və ətubu iləy, o günah sənin üçün yazılmaz. Allah deyir, məliklər deyir ki, artıq bu ayıqdır, tez ayıqdır bu əməlindən və dərk elədi ki, bu əməli səhvdir. Peyğəmbər buyurur, bilirsiniz, böyük insanlar kimlərdir? Peyğəmbər üzün tutur, səhabələrlə deyir, bilirsiniz, böyük insanlar kimlərdir? Peyğəmbərə səhabələr baxır, deyir, böyük insanlar olardır ki, onlar Peyğəmbərin yanında yer tuturlar. Peyğəmbərin sözünə bağlı. Deyir, yox. Deyir, böyük insan olar ki, onlar çoxlu namaz qılırlar. Dedi, xeyr. Dedi, böyük insan olardı ki, onlar gecə, gündüz səcdədədirlər. Dedi, xeyr. Dedi, böyük insan onlardır ki, öz günahlarını etiraf edib Allah qarşısında baş əyirlər və başqalarının da günahlarından keçirlər. Onlar böyük insanlardır. Böyük şəxsiyyətlərdir. Elə insanlardır ki, onlar səhvlərini dərk edən insanlardır. Ona görə bir sadəlöv insan, təvazökar insan hər zaman neyinə etiraf edir, deyər ki, ilahi əff et məni, bağışla məni. Mən bu işdə səhv elədim, bilmədim.
və bəzən heç səhvi olmadan da üzr xalq istəyər. Gəldi bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında ibadət edirdi. Peyğəmbərin yanında da səhabələr var idi ki, onlar hər zaman istəyirlər ki, Peyğəmbərin yanında yer tutsunlar, Peyğəmbərin yanında olsun. Misalən, Malik Əkər, Əbazər, Əmmar, Həmzə Seyyid-i Şühəda, bunlar hamısı sadiq insanlar idi. Gəldi bir nəfər Əbazərin yanında deyəndə, Əbazər qalxdı ayağa, keçdi onun yanında yerində yer tutdu. Əbazər baxdı təbəssüm edir. Deyir, üzünü çevirdi, utandı, deyir ki, ey Əbazər, mən sənin yerində oturdum. Bu sənin ayrılan ibadət yeriydi. Əbazər deyir, namazı qıldı, tamamladı. Qalxdı ayağa, Əbazərə təzim edir. Peyğəmbər diqqət edir bunlara. Deyir, ey Əbazər, bağışla məni. Utandım demədim, sənin yerində oturdu. Amma utandım o cəmaatın içərisində, qalxıb yenidən sən o yeri təqdim edeyim, orada oturasan. Amma əhd eləmədim, mən bilmədim. Bu işi gördüm, bilmədim. Güman edirəm ki, bu namazında da naqisliklərim oldu. Deyir, Əbazər baxdı buna belə, bastı bağına. Dedi, mən kiməm? Sən nə etmirsən, düz eləməsin. Bastı bağına, dedi, əgər mənim sənin üzərində haqqım varsa, haqqım sənə haladır. Peyğəmbərimizin gözü doldu, dedi, nə böyük insanlarsınız. Peyğəmbər belə səhabələrdə həzz alırdı və Peyğəmbərimizin o səhabələr nümunələri idi. Peyğəmbərimizin nümunələri idi, ona görə ki, onlar Peyğəmbər kimi həyat tərzi sürürdülər, yaşayırdılar. Ki, Peyğəmbərdən sonra o silsilə insanlar üçün geçsin. Biz Allahın Rəsulü elə belə söz deyir, dini irəli götürən amillərdən biri odur ki, siz özünüz nümunə olmalısınız. Siz özünüz əxlaqi dəyərlərə malik olmalısınız ki, başqaları sizdən nümunə götürüb dini sevsinlər. Peyğəmbərin əxlaqi keyfiyyətləri var idi ki, cəmaat Peyğəmbər sevir. Ona görə İslamın əziz Peyğəmbəri səhv etməyən bir şəxsiyyət olur. Və hər zaman da dilində əstəğfirullah olur. Hələ o demək deyil ki, adam səhv edir, deyir ki, ayağını bağışlama. Kişi odur, böyülük odur ki, hər zaman deyəsən ki, ilahi əfv etməli. Çünki o səni yaradı, o sənə böyük, var, dövlət bəxş edir. Səni insan xalq edir, böyük neymətlər verir və bunların müqabilində nə qədər təzim eləsən, qurtarmazsın. Mən bunu mənə tanınmış Azərbaycanda həkimlərdən biri danışırdım. Bir nəfəri mən əməliyyat elədim. Hasan deyir, mən onun gəlirdim, deyir, baş çəkməyə, onu ziyarət eləməyə, öz yatağına, baxmağa, onun xəstəliyi ilə maraqlanırdım hər gün. Deyir, bilirsən mənə nə edirdi? Deyirdi, icazə ver, həkim sənin əlindən öpür. Deyirdim, nə üçün belə edirsən? Deyirdi ki, sən məni yenidən həyata qaytarırsan. Bir dəfə deyir, icazə verməm. 2 dəfə deyirsən, 3-cü dəfə dedim ki, ay kişi, mən kiməm? Sən mənim əlindən öpürsən. Sən Allaha ibadət elə, ona baş əyilmə. Gəldim, deyir, öz otağıma diqqətlə fikirləşdim ki, biz insanlar görməyik, bizi canımızı qurtarana dəstək veririk, onu sevirik, amma yeri göyü yaradan insanın özünü xəlq edənin qarşısında təzim eləmirik. Ona sağ ol demək. Əslində o qaytarıb səni dünyaya, mən səbəbkaram, mən başqa cür əməliyyat edərdim səni. Yaradıcısı odur, saxlayan odur. İndi insan unutqandır. Quranda bəzi ailələrdə insandan yaxşı söz deyilmir. Əsr surəsində Allah Teala buyurur, Bismillahirrahmanirrahim, İnnəl insan ləfi xusur. İnsan ziyan içindədir. Elə bilir ki, xeyirlədir dünyada. Elə bilir ki, nə əldə edeyim onun xeyirlədir.
İnsan ziyanlıdır. Və insan üçün həyatda heç zaman daimi təbəssüm, sevinç yoxdur. Bir sevinci, bir kədəri var. İmam Hüseyin Əleyhisselam Kərbəlada onu dedi, nəyə görə gülürsünüz ki, bu gülüşün sonu sizə böyük bir ağrılı, acılı bəla getirəcək. Niyə gülürsünüz? Və heç zamanda sizin üzünüzdə təbəssüm olmayacaq. Və Kərbəla hadisəsi mənim şəhadətimdən sonra sizə elə divanlar çəkəcəklər ki, siz onda məni axtaracaqsınız. Onda daha olmayacaq. Ona görə Allah mütəal buyurur ki, o insanlar ki, sadəlöv insandırlar, onlar Allah'ı seven insanlardır. Allah'ı layıkınca tanıyan insanlardır. O insanlar ki təkəbbürlüdürlər, onlar da la ilahe illallah deyər. Onlar da la ilahe illallah deyər. Amma onların la ilahe illallah deməyində tənə var, təkəbbür var, lovğalıq var, şeytan var. Bəzən şeytan insanı Allah deyə aparır, hədəfə çatdırır. Tarixdə var ki, bir abid, ibadət əhli, namaz qılan çəkilir bir kənara deyir, ömrümün qalan hissəsi, mən dağlarda, mağaralarda ibadət edəcəm. Cəmiyyətin içərisinə düşdükcə bəzən günahlara giriftar olsun. Günahdan da insan özünü qutara bilmir. Şeytan neydir? Şeytanın hədəfləri var. Hədəflər ondan ibarətdir ki, şeytan ibadət əhli ilə mübarizə aparır. Quran oxuyanda bir dənə diqqət edin, məclislər, məscidlər, digər yerdə. Quran oxuyanda adamlar var əsnəməyə tutur, adam var başını başlayır, adam var nəsələ telefonla və ya ilə axır deyir, başını neynənsə qalır, qulaq asmaq, bəzən qulaq asasa bu işləri görür. Bunu şeytan edir. İnsanı istəmir ki, onun ruhiyyəsini incəsin. Yaxşı müdür sözlər gəlir, eşitmək istədikdə onu yayındırır. Baxın da bir dənə görün, bu günləri sosial şəbəkələr üzərində dini dəyərlərimizi, ruhanilərimiz, alimlərimiz söhbət edirlər. Onların izləyicilərinə baxın. Amma bir dənə İraq məsciddən pozğun bir qadın hansısa bir səhnə göstərir, onların səhifələrini izləyinə baxın. Görün, cəhalət, şeytan nə qədər bizi azdırır, nə qədər bizi günaha aparır. Həmən bu abid ibadət edən gəldi ki, Allahla razı niyaz eləsin, şeytan deyib bir insan qiyafəsinə girdi, gəldi namaz qılır. Bu səcdiyə getdi, şeytan səcdiyə getdi. Bu dua elədi, şeytan dua elədi. Bu uşaq apardı, bunu yapdı, ayrıldı, görüyor, bu adam qılır namaz. Yaxşı, abidsiz maraqlı olur, bu kimdir görəsən? Yəni, bu kimdir bu qədər ibadət edir? Gəldi, yaxınlaşdı bana. Dedi ki, sən bu qədər ibadət edirsən, mən özümü günahlardan qurtardım, çəkildim kənara. Amma mənim üçün maraqlı oldu ki, sən kimsən ki, bu qədər ibadət edirsən? Deyir, sən kimsən? Deyir, mən abid, mən ibadət edirəm. Mən elm əhliyim. Filan qəbilənin alimi olmuşam, insanları marifə tələbələr hazırlamışam, bu cür hamısı danışdır və bir də kənara çəkdir, qalan ömrümü ibadət edəcəksiniz. Dedi ki, tək ibadətlə hər şey tamamlanır. Dedi, məncə tamamlanır. Artıq mən öz işlərimi tamamlamışam. Dedi, xeyr. Mən indi bilirsən nə ibadətlər eləyirəm? Dedi, nə? Dedi, tövbə ibadətlər eləyirəm. Ay Allah, bu qövmü bağışla biləm. İnsanları bağışla, onların günahları yadına düşür. Onun üçün çoxlu səcdələrə gedib tövbə edirəm ki, ay Allah, filan kesi bağışlayın, yadına düşür. Ay Allah, filan kesin günahından kes. Ahmet dedi, yaxşı, bu hədəfləri sənə kim öyrədir? Dedi, bunları, dedi, bəli. Dedi, filan vilayətdə bir qadın var, o qadın var, bəli. Dedi, necə olub o qadın sənə, dedi, o qadını görürsən, onda nuraniyyət var ki,
Bəlkə müqəddəs qadınlar sırasında deseydi bu adamdır. Abidin ağzını su axtı, dedi, sən nə danışırsan? Dedi, bəli. Dedi, onun ünvanın, məkanın deməli, dedi, filan yerdə. Şeytandır da, azdırıb. Üz qoydu həmən yerə bu abid. Gəldi, soruşdu ki, filan qadın var, haradadır evi o? Haradadır onun yeri? Dedilər, filan yeri. Baxdılar, dedilər ki, Allah, bu nə axtarır? Bu kimi axtarır? Heç də deyə bilmirlər bu abidə. Pozğun bir qadın evi axtarır. Filan qadın evi, ikinci adamı, üçüncü adam dedi, abi, sən nə danışırsan? Sənin bizə nə qədər tələbi olmalı? Sən hörmətli, izzətli bir kişi, pozğun bir qadın evini axtarırsan. Onun özü də, ətrafı da pozğun işlərlə məşğuldur. Dedi, yox, sizin səhviniz var. O müqəddəs qadındır. Baxdılar belə təbəssüm edilər. Dedilər, bizim daha sözümüz yox. Ola bilər bu abid nəsə edir. Gəldi, həmən ünvanı tapdı, qapını döydü, qadın çıxdı, açıq, saçıq şəkildə, elə ki, bu abid gördü, başını sağlaşır. Dedi, ey abi, ey ibadət etmə, özünü yorma. Sənin hədəfin elə buyur, hədəfə gəlib satırsan. Qadının demində bir neçə dənə kişilər çıxdılar və də gördülər. Dedi, gedin vilayət əmrinə deyim ki, əgər bir vilayətin ibadət əhli, abidi, pozğun qadın axtarırsa, o vilayət üsulundadır. Dedi, sən bu işi necə qurdun mənsin? Dedi, sən özün bilirsən bu işləri quranlar ki. Abid başını sağlaşadı, heç nə demədən onun əlin qolun bağladılar, getirilər vilayət əmrinin yanına. Vilayət əmri bir söz dedi ki, ay kişi, sən özün müdrik adam, tələbə hazırlayan, ibadət əhli, çəkildin kənarda ibadət eləməyə. Bizi sevinirdi ki, bizim şəhərdə Allaha bu cür ibadət eləyən bəndələr var. Ne üçün bu işlərə sən əl atmaqla cəmiyyəti günaha təhkim edirsən? Dedi, mən günahkar deyiləm. Dedi, düzdür, günahkar deyilsən. Amma bugün günahı etiraf eləməlisən. Bugün sən səhv bir yoldasan. Pozğun bir qadının evini axtarırsan cəmiyyətdə. İnsanlar fikirlər ayrılırsan sən. Və mənim qərarım oldu ki, səni öldürəcəyim. Dedi, bu ne iş gördün ki, sən məni öldürəcək? Dedi, sən zinaya el atmaq istəmirsən. Və o qadın ayıq qadındır ki, səni zinadan ayırdı. Dedi, mən elə bir iş görmədim. Həmən o ibadət edən gəldi yanımın qabağında. Dedi, ya dedi, rahat olma. Buradan mən səni tariziyəm. Dedi, sən nə pis bir adamsan, məni yoxara getirib çatdırırsan. Dedi, Qazə, mən getirməmişəm sənə. Dedi, Allah sənə lənət eləsin. Dedi, mənə lənət oxuma. Qazə, mən getirməmişəm, buradan o yana da mən səni tariziyəm. Dedi, necə necəsə, bu qərar verir məni öldürmək istəyir. Dedi, mən rahat olma, mən səni tariziyəm. Sadəcə sən mən dediyimi deyəcəksən. Dedi, gecə namazları deyirdi, ibadət deyirdi. İndi nə deyirsən mənə ki? Mən necə tariziyəm burada? Dedi, tariziyəm sən. Gəldi, hakim sözün dedi, günahkarın, cəzaların deyəndən sonra dedi, asıl bunun tarafasından. Dedi, nə oldu, bəs mənim tarifim axırına asıllar, necə oldu? Dedi, bir dənə mən sənə söz deyim. O sözü deyim, mən üzrü söylüm, hakimə hökmü değişdim. Dedi, nədir o söz? Dedi, diqinə nə o söyledi, Allah yoxdur. Dedi, nə danışırsan sən? Dedi, ki, canını tutaracağım və sənin də. Sözlə deyəcəksən də. Dedi, mən onu deyəndən çox tutaracaqsan, bana dedi, bəli, mən səni tutaracağım. Üzünü söyledi, dedi, ey hakim, olar bir söz deyim. Dedi, deyil, son sözün nədir? Ağzı bir daha, dedi, Allah yoxdur. Dedi, beytlər, bu nə sözdür? Sən cəmiyyətdə bu nə sözdür formalaşdın? İbadət əhli olan bir insan sonunda desin ki, yoxdur. Edam edir, tezginə qədər bu da sözünü eşitməyir, ikinci sözünü eşitməyir.
Baxdı belə onu gördü. Gülə-gülə, təbəssüm aldı, çəkildi. Görün, şeytan neymiş? Şeytan bir insan cildinə saldı özünü, bir ibadət əhlini getirdi, neylədi sonra? Apardı hədəfə, cəhənnəmə. Son hədəfinə var geçdi. Onun üçün şeytan hər bir insanın içində insanları yoldan azdırmaq üçün hansı bir yolları desən atacaq? Hansı insanı, hansı mərhələyə çatdıracaq? Onun birinci hədəfi haradan başlayıb? Təkəbbürlükdən. Lovğalıq eləyən insanın bir mənalı olaraq bilin, düşünün ki, bunun qəlbində təkəbbürlükdə şeytan var, bu şeytana xidmət edir və hədəflərə çatacaq bir gün gələcək, hər şey tanacaq. Bugün baxın cəmiyyətdə görürlər, Peyğəmbər Əhl-i üçün cürbəsi sözlər deyirlər, Peyğəmbər üçün deyənlər, Quran üçün deyənlər, o yoxdur Quranda, bu yoxdur, bunlar hamısı təkəbbürlükdən irəli gələn sözlərdir, möhtərəm bölümdən. Lovğalıqdan irəli gələn sözlərdir, bəyənməməkdən irəli gələn sözlərdir. Ki, onları ki, uşaqlıqdan bu yana qədər eşidir, istəyir nəsə yenilik getirsin, lovğalıq edir ki, mən bunu bəyənmirəm və yeniliyi getirmək istəyir. O necə böyüklərimiz danışıqları, hərdən böyük bir söz deyəndə, müdrik bir söz deyəndə, zamanlardan belə bir söz çıxır. Sən bilməzsən, indi o zaman deyil, indi başqa zamandır. İndi o vaxt deyil, artıq təkəbbürlüyün bir addımıdır. Necə sən bilməzsən, bir adam 90 yaş, 80 yaş və iladır yaşamış, ömür görmüş adam neyi bilməz? Səndən 40-50 ildə çox yaşayıb bu adam, bunun təcrübə, həyat təcrübəsi var. Necə bilməz? Və bu təkəbbürlüdən irəli gələn məsələdir ki, insan addımlayır artıq şeytana tərəf. Ona görə Allah Quranda buyurur ki, və ilahukum və ilahun vahidun la ilahe illallah Huvər-Rəhmanir-Rəhim. Siz Allahınız olur ki, o təkdir və ondan başqa heç bir məbud yoxdur. Onun təkmili və yeganəliyini hər zaman qəlbində ispat elə və yaşa olur. Və Allahın varlığını səmimi qəlbindən, səmimiyyətlə qəbul elə və eşq ilə gördüyün işlərin nə varsa onu söylə. Nə iş görürsə onu söylə. Bizi buraya yığan nədir? Bu məclisləri bizi çəkən nədir? Həzrət İmam Hüseyin əleyhissalam? Yox, İmam Hüseyin əleyhissalam Allaha olan eşqi. O eşq getirib bizə bıraxır. O eşq insanları öz tərəfinə çəkir. Əgər o olmasaydı, necə ki, Həzrət İmam Hüseynə də cürbəcür sözlər deydilər ki, gəl gel qoşul, qoşulma günə, sən çəkil kənara, oğrular, xəlifələr, oğru insanlar çəkildilər, gezginsən bir şey olmaz, əmannamı verərlər, cürbəcür sözlər nə qədər istəyirsən deyirdilər. Amma İmam Hüseyin Allah eşqi, Allahı insanlara təqdir və təsdiq eləmək üçün insanları bir hədəfə çağırır. Ey insanlar, zillət bizdən uzaqdır. Zillətə boyun əyməyin və bilin ki, bunun sonu yoxdur. Ölüm sizin üçün çox uzaqda deyil. Ölümdən qorxub dünya həyatınızı, ahirətinizi bərbad eləməyin. Həm dünyamızı, həm ahirətinizi bərbad edəcəksiniz. İndi deyərik ki, dünya həyatı neyimiz yaşadı, getdilər. Ömər Sərd yaşadı, İmam Hüseyin yaşadı. İkisi de yaşadı. İmam Hüseyin şəhadətə yetişdi, Ömər Sərd öldü. İndi 1382 ildir, 88 ilə yaxındır. Nə deyirlər Ömər Sərd? Allah lənət eləsin, İmam Hüseyin üçün deyirlər ki, Allah ruhu şad etsin, ruhu şəfaətçimiz olsun. Yaşamaq var, yaşamaq var. Bu kişi yaşadı, elə bir iş gördü ki, dünyasını abad edir. Ahireti özü. Amma
Ömər Səhət yaşadı, dedi ki, mən filan yerin valisi olacağım, filan yerdə olacağım, dünyanı daimi bərqərar elədi özü üçün. Elə bildi ki, dünyada ölməyəcək. Hələ hakim olacaq, iş başında olacaq, ordusu olacaq, elə belə yaşaya-yaşaya, halbuki atasından ona qalan miras, atasının hörmət izzəti, onun sonra nə qədər sönbəsi. Atasına da rəhmət oxutulmaqdansa, lənət oxutuldu. Görürsən, bir insan iş görəndə nə deyirlər hamısı? Bizim Azərbaycanın milli sözləri Allah atoğa rəhmət eləsin. Bir yaxşı iş görəndə Allah atoğa rəhmət eləsin. Atanın oğlu şad oldu ki, belə bir oğul tərbiyyə. İndi bir pis iş görəndə nə deyirlər? Allah onun atasına lənət, atası da bir şey döyüldü, oğlu da. Yazıq kişi ki, yaxşı adam idi. Bunun bu hərəkəti atanın heç səbəb oldu. Onun üçün Peyğəmbərimizin əziz balası deyir ki, onlar həm dünyadan oldular, həm ahirətdən oldular. Ahirətini itirdilər, dünyanı da itirdilər. Və bu insanların ən əsası o idi ki, bu insanlarda vicdan anlayışı yox idi. Bu insanların əqidəsi yox idi. Bu insanların inancı yox idi. Bu insanların dünyaya marağı, şeytana baş əyməyi var idi. Və şeytanla hərəkətə keçməyi var idi. Və baxsaq bir Yezid lənətullah, Maviyyə atası lənətullah, ondan sonra gələn silsilə zalimləri İbn Ziyada və Mərsədə, bunlar Məkkiyə ki, gedib, bəzi tarixçilər yazır, 2060 dəfə nə ilə axır, gedib Kəbəyə. Kəbəyə gedənlər çoxdur. Görün, indi Kəbə onlara hazırlıq adam, o məqamı verir ya, Kəbəyə gezməyə gedib, gedib Qur'anın qayıdıb, bəs o. Kəbəyə gedən insanın əqidəsi, inancı, siması, əməli, hansı dəyişilməlidir? Olanlarda heç bir əlamət dəyişilməlidir. Necə getdi, elə də qayıddı. İmam Hüseyin məclisləri bizə bunu göstərir ki, insan hər tərəfə özünü mühasibə eləməlidir, hesaba çəkməlidir və özlüyünü dəyişməlidir. Mən nə üçün beləyəm? Mən bu işi niyə belə görürəm? Niyə bugün sübh namazını qılmadım? Niyə bugün günahtı namazını vaxtında əda eləmədim? Niyə orucumu pozdum? Niyələri özündə desə, mütləq dəyişəcək. Amma bir insan ki var deyək ki, yox, mən qılmamışam, nə olsun, nə qəzası var, qılaram. Oruç tutmamışam, oruçdan sonra savabı var, oruçdan. Oradan biganədir də, yavaş-yavaş namaz, oruç əməllərində biganə ilə yanaşır, zaman hədəfə gəlib çatanda eşidirik ki, filan kəs namaz qılmış. Namazını tərk edir, orucunu tərk edir. Bunlar hamısı təkəbbürlüyün yerə gəlməsində. Amma insan sadələt olsa ki, bir dəfə namazı qılmasa, özü-özünə tənqid eləsə ki, mən bunu niyə görürəm? İlahi, bağışla mən, mən hər dəfə müqəddəs ərdəbirindən danışdım. İlahi, bağışla mən. Bir nəfər gedir Kərbəla ziyarət, çox maraqlı bir hadisədir. Gedir Kərbəla ziyarət, Allah ziyarətdə olanlarımızın ziyarətini qəbul etsin. Allah siz əzizlərə bu il Aşura Ərbəyi ziyarət etsin. Kərbəla ziyarətində Hz. İmam Hüseyin ağanın ziyarətinə qədəm-qədəm gedir. Əvvəlfəz ağanın hərəminə gedir. O Kərbəla çölündə gezir. Birdən biri sözünə deyir. Deyir, ilahi, bu attığım addımlar var. Əyəmi ki, yerə qoyulmaq. Görürsən, buradan bu attığım addımların içində Yezid, Ömər Səhət, Şimr gedir, ya İmam Hüseyin keçir. Görürsən, mənim attığım addım Şimrin addımdır, ya Hüseynin addımdır. Ya Əbəlfəzl Abbasın addımdır. Görün, kişilər nəyə fikir edir? Mənim attığım addımlar kimin addımdır? Mən onların addımı atar yerə əyaq qoyuram. Yoxsa elə Şimrin getdiyi yolu edirəm.
İnsanlar Allaha gedən yolda gör nə qədər, belə deyək, suyu üfürüb sən insanları və hər əməllərinə diqqət edirlər ki, onlardır əsl aşıqlər. Onlardır Allaha təvazökarla gedən insanlar.